2-8 Mart həftəsinin ən şanslı və ən gərgin bürcləri ayrı-ayrılıqda kimlərdir? Həftənin ən şanslı bürcləri Şir. Bu həftə ulduzlar sənin tərəfindədir. Xüsusilə pul və diqqət mövzusunda açılma var. Yeni fürsətlər görünə bilər. Niyə şanslı? Günəş enerjisi və fürsət qapıları açıq. Buğa, maddi sabitlik və rahatlıq artır. Gözlənilən xəbər və ya ödəniş gələ bilər. Niyə şanslı? Pul enerjisi güclənir. Tərəzi, dostlar və əlaqələr vasitəsilə uğur gəlir. Yeni əməkdaşlıq şansı yüksəkdir. Niyə şanslı? Sosial qapılar açılır. Həftənin ən gərgin bürcləri Xərçəng. Emosional dalğalanma və ailə mövzuları gərginlik yarada bilər. Niyə gərgin? Daxili stres yüksəkdir. Oğlaq, pul və məsuliyyət yükü artır. Tələskən qərar zərər verə bilər. Niyə gərgin? Maliyyə təzyiqi. Dolça, münasibətlərdə köhnə mövzular yenidən açıla bilər. Niyə gərgin? Ünsiyyət sınağı. Həftənin ulduzu Şir, ən diqqətli olmalı bürc